Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Sizlərə bu gün çox gözəl 3 sot torpaq sahəsində 2 mərtəbəli kubçalı, şəxsi tikili 5 otaqlı həyət evini təqdim edirəm. Belə bir gözəl bir həyətyanı sahəsi var. Yerləşmə yeri 2 mərtəbəli villalarla əhatə olunan mərkəzi xəstəxananın Abşeron Gənclər şəhərciyinin arxasında yolu asfalt olan çox gözəl bir ərazidədir. Qazı, suyu, işığı, kanalizasiyası var. Belə bir həyətyanı sahəsi vardır ki, bir neçə avtomobil həyətə daxil ola bilir. Həyətin yarı hissəsi gördüyünüz kimi naves ilə örtülüb, yarı hissəsi bağ sahəsi kimi saxlanılıb. Həyətində sanitar qovşağı var. Əlavə olaraq ehtiyat su baseynisi var. Burada belə bir kiçik mini balkon kimi düzəldilib və keçək evimizin daxili hissəsi ilə sizləri tanış edim. Çox gözəl bir evdir. Şəxsi evdir ən əsası. Qiyməti isə 170 min manatdır. Real alıcılara qiymətdə real indirim olacaq. Evə daxil olduqda gözəl geniş dəhliz sahəsi bizi qarşılayır. Evdə istifadə olunan bütün təmir tikinti materialları hər biri yaxşısından, keyfiyyətlisindən. İlk öncə mən sizə baxın, arxa həyəti də göstərim ki, baxın belə bir arxa hissəsində baxın belə bir həyətyanı sahəsi var. Deməli, gəlin sizə bir otaqları təqdim edim. Bu hissədə yerləşir qonaq otağı. Belə bir gözəl bir qonaq otağı var. Fikir versəz, evimiz hündür evdir. Yəni standartdan artıq 3 metrdən artıq hündürlüyü var. 4 bir tərəfdən qoşa daşla tikilib, fundamental tikiliş malikdir, mərtəbə arası monolit betondur, döşəməsi polluq taxtadır. Qapıları da hamısı keyfiyyətli, xüsusi ağac materialından hazırlanmış qapılardır. İkinci mərtəbəyə qalxan pilləkənləri, birinci mərtəbədə yerləşən yataq otağı və bu hissədə şkaf üçün yeri, sanuzeli tam hazır vəziyyətdədir. Pilləkənin alt hissəsində şkaf üçün yeri və bu hissədə yerləşir mətbəxi. İllərin evidir, sadəcə olaraq evdə yaşayış yoxdur. Evdə yaşayış yoxdur, ev sahibi yaşamır. Xarici ölkədə yaşadığı üçün evi satır. İkinci mərtəbəyə qalxdıqda belə bir gözəl dairəvi, xüsusi ağac materialından hazırlanmış pilləkənləri qiyməti bir daha da qeyd edim 170 min manatdır. Masazırda Bakı-Sumqayıt yoluna yaxın Gənclər şəhərciyinin mərkəzi xəstəxananın tam arxa hissəsindədir. Bura birinci yataq otağı 5 otaqdan ibarətdir. Evin damına çıxışı var. Hər mərtəbənin dəhlizi kifayət qədər genişdir. Bu hissədə eyvandan mən sizə ərazini göstərəcəm. Tanıyanlar bəlkə bilər. Bura böyük yataq otağı. Bura isə növbəti yataq otağıdır. Gəlin sizlərə eyvanı da göstərim. Baxın, bura isə eyvanıdır. Ətraf da gördüyünüz kimi tam yaşayışlı bir ərazidir. Çox gözəl bir evdir. Allah arzusunda olan hər bir kəsə bundan da gözəl evlər qismət etsin.